Hər vaxtınız xeyir olsun, əziz və sevimli tamaşaçılarımız. Həkim nə deyir verilişi yenidən efirdədir. Xoş gördük. Bəli, Həkim nə deyir verilişi efirdədir. Deyərdim ki, bu ilin sonuncu verilişini çəkirik və qarşıdan yeni il gəlir. Dünya Azərbaycanlıların Həmrəylik günü gəlir. Bu münasibətlə biz izləyən hər kəsi təbrik edirik. Evinizdə ruzi bərəkət, canınızda sağlamlıq olsun, yeni iliniz mübarək olsun. Və əziz tamaşaçılarımız, artıq neçə aydır biz sizinlə bərabərik və çalışırıq ki, sizə ölkənin ən peşəkar həkimlərini təqdim eləyək. Bugün də mən düşünürəm ki, biraz fərqlilik elədik bu günlərim. Bayram qabağıdır. Hamı qəşəng-qəşəng yeməkləri yeyəcək, kökələcək. Yəni belə deyək də, ayın 31-dən başlayır yeni il, belə və ayın 14-ünə qədər köhnə yeni ilə qədər. Sənin də, mənim də ən çox sevdiyimiz bir salat var. Bəli, paytaxt salatı. Deyək ki, paytaxt salatı yeni ilində ən sevilən qidalarındandır, süfrə bəzəyidir. Onu da bir 10 gün yeyirik, hə? Yəni bitənə qədər böyük bir qazanda hazırlanır. Bitənə qədər yeyirik. Odur ki, bu münasibətlə, yenə də deyirəm, bu münasibətlə verilişimizə çox önəmli, çox vacib bir qonaq dəvət etmişik. Təşəkkür edirik ki, yeni il qabağı baxmayaraq ki, işləri çoxdur, amma o da bizim dəvətimizi qəbul edib gəlib ki, faydalı məsləhətlər versin. Dəyərlimiz, gözəlimiz, əzizimiz, sevimli diyetoloqumuz, qida mütəxəssisi Şafa Yadigarovadır qonağımız. Xoş gəlmisiniz Şafa xanım. Xoş gördük, xoş gördük. O qədər belə gözəl bir abu-hava ilə efirə başladınız. Hər ikimizin də o qədər gözəl bir auramız var. Düşünürəm ki, hal-hazırda sizi izləyən minlərlə tamaşaçılar doğrudan da o sizin faydalı məsləhətlərinizə, o gözəl fikirlərinizə, hətta çox gözəl təqdimat etdiniz ki, doğrudan da yeni ili biz belə deyək də böyük bir arzular, ümidlərlə gözləyirik. Hər il gələndə biz düşünürük ki, bu il o bir ildən də daha gözəl olacaq. Amma mən hər zaman deyirəm ki, insan bugün və hal-hazırda yaşamalıdır və bəzi insanlar var ki, mən bir ildən sonra bunu edəcəm, mən bir həftədən sonra pərhiz edəcəm və mən 10 gündən sonra idmana başlayacağım və s. Amma mən hər zaman deyirəm, bir Ikigai kitab var, Yapon fəlsəfəsi çox sevirəm, sevdiyim fəlsəfələrdən biridir. Onun çox gözəl sözü var, deyir ki, bu dəqiqə, indi və burada. Qoy, mən də onu arzu etmək istəyirəm, elə biraz başqa cürə giriş etdim. Mən onu arzu etmək istəyirəm ki, 2025-imiz artıq bitir və sözün əsl mənasında sağlam həyat bugün başlamalıdır. Bugün, indi və hal-hazırda. Amma biz hər zaman onu sabaha saxlayırıq. Birinci gündən başlayarıq, bir aydan sonra başlayarıq, bayramlardan sonra. Amma mən özümə də söz vermişəm ki, onu da dedim ki, Instagram səhifəmdə də paylaşacağım. Yanvarın 1-i mən bulvarda yürüyüşdə olacağam. Kim istəyir mənə qoşulmaq, böyük məmnuniyyətlə gözləyirəm. Nə gözəl və əslində demək olar ki, 2 ildən bir kökəlirəm və mütləq Şafa xanımın yanına gedirəm. Yazdığı diyeta ilə mən arıqlayıram. Və bir dəfə Şafa xanım mən dedi ki, sən yürüyüş elə. Mən dedim, eləyəcəm. Dedi, yox, yürüyüş elə. Sabah mən səni burada gözləyirəm. Səhər saat 6-da bəli, çıxdıq və yürüyüşə başladıq. Bulvarda. Şafa xanım həmişə özü nümunə olmağa çalışır ki, bax, mən bunu eləyirəm. Hətta sənə görə eləyirəm ki, səni həvəsləndirim. Buna görə çox sağ ol demək istəyirəm. Çox sağ ol. Və Şafa xanımla yenidən bir yola başlamışıq. İnşallah arıqlayarıq. Faydalı olsun. Çox sağ olun, sizə də təşəkkür edirəm. Bəs indi necə eləyək? İndi keçək suallarımıza ki, tamaşaçılarımız üçün də faydalı olaq. İndi sən göz qabağındasan, maşallah. Bu arada deyim ki, Zümrüd qısa bir müddətdə yaxşı bir çək atıb. Şafa xanımın İnşallah 2026-cı ildə ilə tam formada olacaqsa, onsa formadasınız. Sadəcə hər bir xanımın hər zaman o bir nöqtəsi var da, inkişaf nöqtəsi. Buna deyirlər evolyusiya. Fərqi yoxdur. Hər bir insan həyatında evolyusiya olmalıdır. Elə də bizim bədənimizdə, görkəmimizdə, inkişafımızda mütəmadi biz öz üzərimizdə çalışmalısınız. Mən hər kəsə deyirəm, pəhrizə yox deyək. Çünki pəhriz belə bir çərçivədir. İndi düşünün ki, biz bir çərçivədə nə qədər qala bilərik. Mən hal-hazırda artıq elə mövzuya keçirəm. Çünki birinci növbədə insanın qavrama qabiliyyəti başqa cür olmalıdır. O demək deyil ki, gəlin hamımız sabahdan pəhrizə keçək, şirniyyat yeməyək, çörək yeməyək və ya hamımız qaçaq. Yox. İnsan hər şey tədricən etməlidir. Hətta sağlam qidalanmaya da keçirsə, əvvəlcə məsələn adam var ki, bir ədəd çörək yeyir.
Sonra başlayır onu yarısını, yavaş-yavaş onu azaldır. İstəklər dəyişir. İstəklər də niyə dəyişir? İnsanın baxışı dəyişir. Bizim əsas problemimiz ondan deyil ki, biz kilo alırıq, yeyirik. İnsan o deyirlər, ağzını bağla yeməyəcəksən. O yanlış bir fikirdir. Bu mifdir. Sözün əsl mənasında elə bir şey yoxdur. Bilirsən, belə bu mənim sözümdür əslində. Şəfa xanım, birbaşa məndən danışırsınız. Çünki mən hər şey deyirəm ki, diyetoloqa getmək önəmli deyil. Yəni yeməyini kəs, onsuz da arıqlayacaq. Mən diyetoloq deyiləm, mütəxəssis deyiləm. Amma öz təcrübəmdən çıxıram yola ki, məsələn, mən yeməyəndə arıqlayıram. Şərq xanımların gözəlliyi onlarda biraz doluluq olmalıdır. Yəni biz model deyilik ki, məsələn, podiuma çıxaq. 90-60-90. Bəli. Şəfa xanım, siz buna qarşısınız, tamamilə arıqlayıb o deyək ki, bir dəri, bir sümük qalmağı. Baxın, hər şeyin bir limiti var. Mütəxəssis o deyil ki, hə mən sizə kağız yazdım və siz bunu riayət etdiniz. Mütəxəssis odur ki, onu o dərəcədə incə yanaşmalıdır. Burada hər şey nəzərə alır. İnsanın öndə və yan gedən xəstəliklər, insanın həyat tərzi, insanın psixotipi, insanın həyatında baş verən bütün hadisələri nəzərdə almaq lazımdır. Yəni, Allah mən bunu yazıram, mən sənə bir dənə, 2 dənə dərman yazdım. Bu mən ümumiyyətcə yanaşmam tam fərqlidir. Necədir sizin yanaşmanız? Biz burada nə hal-hazırda dəbdə olan iynələrdə, mən ümumiyyətlə hamı bütün respublika bilir ki, mən arıqladıcı iynə, dərman istifadə etmirəm. Buna iynələri biz danışacağıq. Mən ümumiyyətcə onlara əksəm. İndi mən qəti söhbət demirəm. Yəni indi hər kəsin ola bilər ki, göstəriş ola bilər. Bu başqa məsələ. Amma 60 kilolu insan, 70 kilolu insan, hansı ki özü rahatlıqla, bu yəni burada yağ kütlənin göstəricisi var. 5% var, 10% var, 15% var. Faiz göstəricisi var. Faizdən asılı olaraq biz artıq baxırıq ki, buna nə lazımdır, ehtiyac varmı? Bəli, əgər burada insulin dirəcliyi yüksəkdir, şəkəri yüksəkdir, bu başqa göstəricilərdir. Qan təhlilləri var. Məsələn, adicə feritindir də, dəmir göstəricisi. Əgər feritin yüksəkdir, adamlar sevinir ki, mənim qanım əladır. Amma bir tərəfdən, amma digər tərəfdən qanın yüksək olmağı, feritin yüksək olmağı bu iltihablı prosesə göstəricisidir. Baxın, bu sadə bir analizdir də, yəni göz təhlildir. Amma sən onu fikirləşirsən, bir mütəxəssis baxanda onun yanında da məsələn qanın ümumi analizdə nələr dəyişiklik var? Orada trombositlər var, ya sola sağa dəyişiklik var, leykoformada. Bu çox önəmli bir məqam. Təbii ki, bunu sosial şəbəkələrdə olan, dəbdə olan pərizlər onu imkan vermir və ona görə də insanlarda nə baş verir? Etibarsızlıq, inamsızlıq. Buradan da nədən irəli gəlir? Mütəxəssislərdən. Çünki bir insan özü kilo verir və o proqramı başlayır sosial şəbəkədə satmağa. Bəzən üzr istəyirəm, paylaşmırlar eyni zamanda. Rəfiqən deyir ki, nə olar? Sən arıqlamısan, mənə də Zümrüt xanım, siz nə danışırsınız? Qrup açıb və qrupda bunu paylaşıb müəyyən bir pul məbləğində sata da bilirlər. Bəs bu qarşısını necə almaq olurmu? İnsana izah etmək lazımdır. Əgər sən ona arqument gətirmirsənsə, sən onu necə onu başa sala bilərsən? Bir insana deyirlər ki, bir adam deyir ki, bax mən bu pərizdən arıqladım. Təbii ki, bu insanda şuuraltı arada fikirləşir ki, qoy mən bunu edim, bu daha tezdir, daha rahatdır. Mən öz şəxsi təcrübəm, mən bunun hal-hazırda heç bir nə həkimə qarşı, heç bir diyetoloqa, ümumiyyətlə heç bir sözüm yox. Sadəcə öz şəxsi təcrübəmdən, özü də bilirsiniz ki, artıq 25 ildən çoxdur mən klinisist həkim kimi işləyirəm. Təcrübəmdə olub ki, bir ay 25 kilo çəki verib, dərmansız, iynəsiz, arıqladıcı vəsitəsiz, sağlam qidalama bir yürüyüş. Bitib. Çox gözəldir. Artıq mən bu pasientimi tapa bilmirəm. O qədər xoşbəxtdir ki, artıq o gəlmir. Amma insanlar nəzarətdə olmalıdırlar. Bəzi insanlar fikirləşir ki, dəbdə olan qidaları yeyəcəm, mən kilo verəcəm. Məsələn, mən iynələr edəcəm və ya arıqladıcı çaylar, kofelər. Mən bunlara bir mütəxəssis kimi şəxsən bir sual versəniz, Şəfa xanım, siz bunu özünüzə edərsiniz. Ona görə yox ki, mən formada heç vaxt elə etmərəm. Şəfa xanım, heç vaxt. Bugünkü gündə ehtiyacım belə olsa, mən bunu etmərəm. Çünki mən bilirəm ki, bunun digər yolu var və onların əks təsirləri var, əks fəsadları var. bəzi mütəxəssislər iddia edirlər ki, konkret olaraq bir ay müddətinə, 30 gün müddətinə bu qədər çəkidən, məsələn 3 kilodan artıq çəki atmaq bədən üçün zərərlidir. Açıqlama versəniz çox gözəl Tamam. olar. Birinci növbədə bir insan bizə gəlirsə, bizim bioimpedans cihazımız var. Biz orada yoxlama zamanı artıq təyin edirik ki, burada daha çox yağ kilosu nə qədərdir, əzərək kilosu nə qədərdir. Ümumiyyətlə bu insanın metabolizmə çalışması hansı sürətlə gedir və eyni zamanda bədəndə ödemlər nə qədərdir. Əgər bədəndə həddən artıq çox maye varsa, başlayır hüceyrə daxili hər yerə yayılır və insanlarda bədəndə ödemlər olur, boşluq olur,
pastozluq olur. Belə bilirsiz necə? Elə bil xəmir olanda necə, xəmir gələndə necə olur? Bax bu oradan irəli gəlir. Bu ilk birinci həftə, birinci 10 gün sürətli maya gedir. Amma əgər sən burada CD qovucu və qarın işlədici vasitələr istifadə etmirsənsə, yəni mən onları da istifadə etmirəm. Sadəcə olaraq bir insanın mədə bağırsağını bərpa edirik. Qaraciyər çox önəmlidir. Çünki ümumiyyətlə hal-hazırda dəbdə olan bu müəyyən vasitələr ki, ay mədə altı vəzi, mədə altının fəaliyyəti birinci növbədə qaraciyərdən başlayır. Qaraciyər əgər fəaliyyətini sən bərpa edə bilmirsənsə, heç vaxt mədə altı vəzi bərpa edə bilməzsiniz. Ona görə kilolu insanlar niyə şəkərli diabet olurlar? Çünki mədə altı vəzi birinci növbədə qaraciyərlə əlaqədardır və ondan sonra mədə altı vəzi gəlir, sonra bağırsaqlar gəlir və s. Amma siz də mənlə razılaşarsınız ki, bağırsağımız hər yerdə, hər kəs deyir ki, bağırsaq bizim ikinci beyindir. Bəli. Amma mən deyərdim ki, bağırsaq bizi belə deyək, idarə edən bir orqandır. Əgər bir insanın mineral çatmamazlığı varsa, vitamin çatmamazlığı varsa və siz gedirsiniz və oxuyursunuz ki, sosial şəbəkələrdə gəlin vitamin D için, bütün sosial şəbəkələr maqni için falan için və əgər sizin bağırsağınızdan bu normal sorulmursa, mənası var olar qəbul etmək. Yox, əlbəttə. Ən böyük problem elə odur. Və əgər bu bağırsaqda sorulma yoxdursa, əgər qaraciyər normal detoks edə bilmirsə, o qədər detokslar eləyin ki, heç bir kömək etməyəcək. Yəni bu bilsiz necə? Bizim bədən çox ağıllıdır. Öncə bədənimizi tanımalıyıq. Çox gözəl. Bax, əla. Bax bu fikir, çünki birinci növbədə insan özünü tanımalıdır. Mən həmişə deyirəm ki, həkim olmaq üçün tək bilik deyil. Yaxşı həkim odur ki, biliyi var, IQ-su yüksəkdir və eyni zamanda insan sevərliyi var. Və bu tamamilə ən doğrudur. önəmlidir. Ən yaxşı Tamamilə haqlısınız. insan, həkimlər daha çox insanları sevməlidir. Tez-tez özümüzlə mübahisə edirik ki, gündə mən neçə dəfə yeməliyəm? 3 dəfə yeməliyəm, Hə, yoxsa 5 dəfə yeməliyəm, az-az. Bəzən Sizin deyirlər məsləhət? 6-dan sonra tamamilə kəsmək lazımdır yeməyi. Bəziləri deyir ki 4-dən sonra, bəziləri isə deyir ki ümumiyyətlə nə qədər istəsəniz yeyə bilərsiniz. 6-da da, 8-də də, 10-da Amma da, az hətta gecə miqdarda. 12-də də yeyə bilərsiniz. Məsələn, Türkiyəli bir mütəxəssis var idi. Bu yaxınlarda mən onu dinləmişdim. Deyir ki, mədəni ac buraxmaq olmaz. Əgər mədə gecə saat 12-də sizdən nəsə istəyirsə, siz onu mütləq ondan təmin eləməlisiniz. Yəni qidalandırmalısınız. Yaxşı, əgər sizin mədəniz gecə saat 12-də sizdən şirniyyat istəyirsiniz, deməli təmin etməliyik. Yox, məsələ burasındadır ki, siz nə məsləhət görürsünüz? Sizin fikriniz, sizin düşüncəniz, sizin təcrübəniz necədir? Bu sualın bir neçə prizması var. Birinci növbədə biz dünyada nə qədər insan varsa, hər biri fərqlidir. Hətta bizim iqlimdən asılı olaraq fərqliyik. Hətta yaş, yaşadığımız yer, qəbul etdiyimiz yemək, genlərimiz çox önəmlidir gen. Hər zaman mən deyirəm ki, insan birinci növbədə həyata evladda gətirəndə bilməlidir ki, əgər bunun genində hamı nəsilcə kilo olursa, artıq bu diqqət etməlidir ki, bunu doğulan uşağı 3 kilo 500, məsələn 3 kilo 800, 4 kilo 4 kilo 500, 5 kilo olmamalıdır. Mən özüm uzun müddət doğum evində də çalışmışdım və oradan statistika olaraq baxırdım ki, sonradan aşkarlandı. Kilolu uşaqlar, hansı ki məsələn 4 kilo 500 doğulurdu, 4 kilo 600, onlar da gələcəkdə piyələnməyə meyillik daha çox olur. Onlar da şəkərli diabet daha tez-tez rast gəlir. Onlar da insulin dirənçliklər daha çox olur. Bu mən deməmişəm, bu artıq bir təcrübədir və kifayət qədər təcrübəmiz də var. Bəli, bu birinci tərəfdir. İkinci, bu genetikanı toxundum. İkinci, bir insan həyat tərzi var. Var insan aktiv həyat tərzi yaşayır. İnsan var çox passivdir, bütün günü ofisdədir. İnsan var bunu doğularkən metabolizması fərqlidir. Hal-hazırda bütün dünya deyir ki, metabolizmanı sürətləndirir. Ümumiyyətlə metabolizmanı sürətləndirən belə bir şey yoxdur. Sadəcə olaraq metabolizmanı bərpa edən, necə ki immuniteti sürətləndirən elə bir şey yoxdur. İmmuniteti bərpa edən. Bir kitab var idi, tənbəllər daha çox yaşayır. Bu nədən irəli gəlir? Metabolizma onu nə çox yükləmək olmaz, nə onu zəiflətmək olmaz. Onun bir dərəcəsi olmalıdır. Və bəzi insanlar doğularkən artıq bu metabolizma ilə doğulub. Amma o demək deyil ki, mən bugün 50 kiloyamsa, 49 kiloyamsa, mən Şafa xanım gedim sabahları tort da yeyim, şirniyyat da yeyim, hər şey gecə oturum, siz dediyiniz kimi saat 12-də onu yeyim və formada qalım. Elə bir şey yoxdur. İnsan özünə diqqət etməlidir. Hər
zaman mən deyirəm, sağlam qidalanma digər qidalanmadan ucuzdur. Nəyə görə? Deyəcəklər maddi tərəfdən, deyəcəm yox, maddi yox. Mənəvi tərəfdən insan ağrıyanda, özünü pis hiss eləyəndə artıq nə axtarır? Ya dərman axtarır, ya evdən çıxmır, ya depressiya düşür. Artıq iş rejimi pozulur. Bu bir. İkinci, ətrafda ailəsinə zərər gətirir, neqativlə, ağrılarla və s. Yəni qida bizim birinci mənbəyimizdir. İdmanda bizim həyat tərzimizdir, düşüncələrimiz də bizim həyat tərzimizdir, amma birinci növbədə insan nə ilə qidalanır? Pis qidaları istifadə edəcəyik, o bizə ziyan olacaq. Siz dediyimiz kimi bütün günü yemək yemək. Baxın, ümumiyyətlə Gündə 3 dəfə yoxsa gündə 5 dəfə? baxın, insan individualdır. Əgər bu insan ömür boyu gün ərzində 10 dəfə yeyibsə, elə xəstələrim də olubdur. Siz ona gələn kimi deyə bilməzsiniz 2 dəfə yeyə 3 dəfə. Təbii ki, ona bir 3 dəfə əsas yemək verirsiniz, kiçik yeməklər verirsiniz ki, bu şuuraltı və psixoloji bilsin ki, ac qalmır. Bu birinci məqamdır. İkinci, əgər bir insan 2 dəfə qidalanırsa, bu aralıq oruçluq kimi gedir. Mən heç onu çox sevirəm. Deyəcəm niyə? Çünki insan gecədən, sizin sualınıza, nə qədər, məsələn 8 saat, 12 saat, 16 saat interval verirsən, fasilə. Fasilə verdikdə nə baş verir? Bizim bədənimizdə müəyyən hüceyrələr var və o hüceyrələr toksik hüceyrələr. Onlar autofagiya nəticəsində xaric olurlar və bu bizim fizioloji olaraq cavanlaşmamızdır. Eyni zamanda o bədənimizdə yaranan onkoloji hüceyrələr hamıda var. Autofagiya dövründə onlar xaric olurlar. Bu çox önəmli məqamdır. Bu nöqtə nəzərdə. Aralıq oruç olan. Bəli, yəni. məsələn axşamdan 12, tutalım 12-6. 12-6 olanda. Olar. Yəni 2 dəfə əsas odur ki, bax axşamdan səhərə kimi bizim o fasiləmiz. Orada fasilədə Neçə saat ola bilər ki, olmalıdır? bəli, 8, 12, 16 kim necə edə bilir? Ən azından bu olmalıdır. Eyni zamanda gecə 12-də atışdırma. Baxın, hər insanın bioloji saatı var. O zaman bizim bədənimizdə daha çox qəliz karbohidratlara ehtiyacımız var ki, enerji, ki yansın. Ona görə deyirlər, insan deyir, üzdən qocalmır, insan ayaqdan qocalır və ona görə biz mütəmadi hərəkətdə olmalıyıq. Və Mən qocalıram. Yox, əstəğfurullah. O ayaqdan qocalma nədir? İnsan daima gəzən, hərəkət edən insanlar cavan qalırlar. Bu birinci məqamdır. İkinci bioloji saatlar. Axşam vaxtı, gecə saat məsələn ondan sonra həddən artıq çox maye içmək də düzgün deyil. Deyir maye içdim, səhər şişkinlik oldu. Niyə? Məsələn 5-6-dan sonra böyrəyin artıq bioloji saatı zəifləyir. Və o zaman sən əgər çox maye qəbul edirsənsə nə olur? O başlayır toxumalarda və bədəndə toparlanır və səhər durursan ki, artıq 2-3 kilo çəki almısan. Biz gecə Səidə xanımın yatana qədər çay, su. Su yox, çay içirik özdə. Bəli, bax bu çox önəmlidir. Çayların da fərqliyi var. Təbii ki, təbii çay da faydalıdır. Bitki çaylarından istifadə edə bilərsiniz. Yaşıl çay və s. Söhbət buradan çaydan getmir. Sadəcə olaraq mən burada hal-hazırda izləyicilərə, tamaşaçılara izah etmək istəyirəm. Nəyə görə? Mən burada demirəm etməyin. Mən ümumiyyətlə heç nə etməyin demirəm. Mən sadəcə insanlara izah etməm. Qadağalar maraqlı olur da. Qadağa olunanda daha çox o tərəfə gedirsən ki, görüm. Ona görə mən qadağa qoymuram. Mən sadəcə olaraq insanlara o alternativ üsulları izah edərək mən onları ondan uzaqlaşdıram ki, bax hal-hazırda axşam, gecə, gün ərzində suylarını içmirlər. İndi kimsə deyir ki, kiloya 3 litr su içilməlidir. Əslində deyirlər ki, 2 litr ən azı su içilməlidir. Gəlin onu da deyəcəm. Baxın, bir insanın kilosu 50 kilodur. 50 kilolu insan əgər o standartlara... Gəlin 70-dən eləyək. Gəlin 70. 70 olsun 2 litr 100 məsələn su qəbul etməlidir, düzdürmü? Əgər bu insan böyrəyin fəaliyyəti, bəlkə bu insanın böyrək problemi varsa və bədənində kalidir, natridir, mineralların çatmamazlığı var və bu insana çoxlu maye veririk və nə baş verir o zaman? Böyrəkləri yüklüyürük, filtrasiya funksiyası pozulur, bədəndən həddən artıq çox elektrolitlər xaric olur və bu insanda nə olur? Ya təzyiq düşür, ya o qalxır. Başlayır təzyiq oynamağa və deyir, mən su çox içdim, təzyiqim qalxdı və su az içdim, təzyiqim düşdü. Yəni bu nədəndir? Elektrolit balansını düzgün saxlamaq lazımdır. Və ona görə bu insandan baxmalısınız ki, böyrək təlliləri necədir, kreatin göstəriciləri necədir. Ümumiyyətcə, böyrəyində əvvəllər haçansa söhbət ondan geçmir 1 il, 5 il, 10 il bundan qabaq problemləri olubmu? Ümumiyyətcə, bu adam su yığmağa meyillidirmi? Və suyun da içmə dərəcəsi var da, bilirsiniz. Əgər isti su içiriksə, bu su, isti su içdikdə aclıq reseptorları elə bil o beyində, onlar yanbayan yerləşir. Və bəzi insanlar bəzi vaxt acanda su içirlər. O siz dediyinizə gecə 12-də nəsə atışdırmaq istəyirəm, ona da toxunacağam. Onda su içsin.
daha çox suya meyilli olsun və su isti vəziyyətdə olmalıdır. Belə deyək ki, bax bu hal-hazırda bu soyuq sudur. Mən soyuq su ümumiyyətlə bəlkə bir 15 ildir içmirəm. Mən yalnız bədən temperaturunda olan bir su içirəm. Bizim bədən temperaturu 36 yarımdır bu temperaturda. Amma soyuq su içəndə düzdür, soyuq suyun da müsbət tərəfi odur ki, məsələn metabolizma fərqli təsir göstərir, amma bu bizə toxluğa kömək edir. Əgər bu insan mədə problemi varsa, mədə xorası varsa və mədəsində yüksək turşuluq varsa, təbii ki, o turşuluğu bərpa etməlidir. Gecə saat 12-də yemək olmaz. Son zamanlar belə bir trend əmələ gəlib. Su pəhrizi, su diyetası. Buna münasibətiniz necədir? Su pəhrizi nə üçün edirsiniz? Bununla nəyi qazanmaq istəyirsiniz? Əgər kilo vermək istəyirsinizsə, bu başqa məqam. Əgər bədəninizi sağlamlaşdırmaq istəyirsinizsə, bu da başqa məqamdır. Orada yanaşma fərqli olmalıdır. Su diyeti belə bir məqamı var ki, su bədəni bir günlük eləyə bilərsə, ayda bir dəfə eləmək olur. Ona görə suya mən yox demirəm və su aclıqlara da yox demirəm, amma qədərində və nə məqsədlə ayda bir dəfə etmək olar onu. Kilo verməyin də qaydası var. Birinci növbədə bədənimizdə zülal itkisi olmamalıdır. Əgər bizim bədənimizdə qan təhlillərdə zülal, ümumi zülal 60-dan aşağıdır, artıq biz bədəndə zülalın itkisi olur və bunun nəticəsində bizim bədənimiz, üzümüzün sallanması, dərimizin sallanması, qoldur. Əsasən də ən çətin bir yerlərimiz məsələn qollardır. Bəli, bəli. Çünki onu nə də etsən, məsələn qarnında bir press yaratmaq olar, ayaqları da yığmaq olar, amma qolları çox həssas bir yerdir, üz də çox həssas yerdir. Bunun üçün də nə bizim kifayət qədər zülalımız olmalıdır qidalanmada. Ona görə bir insan 10 gün su diyeti edirsə, burada artıq qarantiya deyil ki, bu sağlam olacaq. Çünki burada nədən gedir? Bədənin olan yağlarla bərabər zülallar itkiləri gedir. Bəli, zülallarla bərabər də digər bir faktorlar da öndə gedir. Verilişimizə Kraton Klinikasının sponsorluğu ilə baxırsınız. Biz davam edəcəyik. Kraton Klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi və uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Gözəlliyinizin qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri də var. Klinikanın reabilitasiya şöbəsində manual terapevt, fizioterapevt və reabilitoloqlar fəaliyyət göstərir. Mərkəzimiz peşəkar tibbi personellə yanaşı ən müasir cihazlarla təmin olunmuşdur. Burada çalışan peşəkar mütəxəssislər, endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, diyetoloq və digər poliklinik ixtisaslarında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaforez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız olacaq. Klinikada estetik cərrahiyyə, ginekologiya və andrologiyada istifadə olunan son model cihazlarla təmin olunmuşdur. Kraton Klinik sağlamlığınız uğur hekayəmizdir. Verilişimizə Kraton Klinikasının baş sponsorluğu ilə baxırsınız. Şəfa xanım, bəzən olur ki, pəhriz yazırsınız və zaman qoyursunuz. Tutalım bir ay ərzində mən düşünürəm ki, bu insan 6-7 kilo arıqlayacaq. Amma bir müddətdən sonra görürsünüz ki, bu xanım siz dedikləriniz hamısını eləsə də, amma mübarizə aparır. Yəni bədən Zümrüt xanım özündən danışır. Birinci növbədə buna deyirlər dirənc. Və bəzi insanlar var ki, deyir ki, bax mən hər zaman gəlirəm 60-a, 65-i görürəm, sonra çəkim getmir. Bu artıq dediyim ki, bundan öncə bir bədənin yaddaşı var. Və bu yaddaşı belə deyək də biz onu silməliyik. Yaddaş var, fizioloji yaddaş var. İnsanın bədənində əgər mən ömür boyu 65 kilo olmuşam, heç vaxt 55 görməmişəm və ya dediyim kimi 65-də hansı itki olub, nəsə hadisə baş verib, hər şey ola bilər. Bu birinci faktordur. İkinci faktor odur ki, insan var ki, çəkini yavaş-yavaş yığır. Məsələn, adam var ki, bir aya, belə deyək də, 10 kilo yığır. Adam var ki, 1 ilə 10 kilo yığır. Bu da fərqlidir. İnanın Şəfa xanım, mən şəxsən bir aya 10 kilo yığan, belə deyim ki, bədən xasiyyətindəyim. Yəni isə bir ilə. Hətta belə çörəyi qoxlayaraq mən kökələ bilərəm. Həqiqətən, doğrudan biraz şişirtmiş oluram, amma yəni kiçik bir parça çörəkdən alıram. Sanki bədənim o dadı ya da o ləzzəti tanıyır. Tanıdığı üçün depoluyur. Və mən səhər hiss edirəm ki, yavaş-yavaş artıq bizim belə yumrulaşıb, yəni müəyyən zamanda görürəm ki, o çəkini eyni ilə geri almışam. Bu da hormonal sistemlə bağlıdır. Çünki bax o 1
ilə 10 kilo, kilo, Bəli. bu daha çox qalxanvari vəzn fəaliyyətindəndir. Daha çox əsasən bizim də Azərbaycan xanımlarımızda mən öz şəxsi buraxım, daha çox qalxanvari vəzndə tez-tez problemlə üzləşirik. Bu da təbii ki, həyat tərzimizdə və s. və irsi olaraq daha çox bizdədir və ona görə də anadan keçir. Stres faktorlar ola bilər, həyat tərzi ola bilər və belə bir şey var da. Ümumiyyətlə indi bilmirəm, müəyyən hər insanın bədənində çakral bloklar var. Bizim bədənimizdə bilirsiniz ki, 7 çakra var da və boğazımızda olan bu qalxanvari vəzn bu ümumiyyətlə dirijordur. Bütün hər şeyi idarə edən bir dənə dirijorumuz var, qalxanvari vəzn. Və bizim qalxanvari vəznimiz bütün bu prosesləri idarə etdiyi kimi eyni zamanda onun bir belə bir məqamı var ki, bu bizim 3-cü çakramızdır. Bu bizim deyə bilmədiyimiz sözlər, ifadə etmədiyimiz emosiyalar, deyə bilmədiyimiz müəyyən belə deyək də qəbullana bilmədiyimiz fikirlər, amma onu deyə bilməmişik və burada qalıb. Bəli, bu artıq blok yaradır. Əgər bu insanın bloku varsa, baxın, bu bir günə və 2 günə yığılan deyil, illərcə. Və bizim bədənimiz birinci növbədə pozulma necə olur? Əvvəlcə bizim energetik balansımız pozulur. İnsan var deyək ki, işdən yorulmuşam, həyatımdan yorulmuşam və s. Artıq o deyil, emosional yanma gelir. Enerji balansı pozulur. O enerji balansı pozulandan sonra gəlir bizim nə? Fiziki balansımız pozulur. Artıq başlayır hardasa nəyimisə ağrıyır. Bir dəfə başımız ağrıyır, bir dəfə mədəmiz ağrıyır. Biz deyirək keçər. Bu artıq ikinci hissədir. Və ondan sonra artıq mental və astral tərəfə keçirilir. Və bu nə? Artıq gedir dərin xroniki xəstəliklər və ən sonda gəlir hara? Onkoloji xəstəliklər, yəni qaçırılmaz xəstəlik, hansı ki artıq müalicəsi də bilirsiniz ki, Üçüncü çakramızdan başlayır hər şey. Üçüncü çakra qalxanvari vəzi bizim üçüncü çakramızdan üst-üstə düşür. Ona görə bəzi vaxt həyatda bioenerjimiz pozulan kimi. Bəli. Şafaq xanım, mən bildiyimə görə mütəmadi olaraq yoga ilə məşğuldur. Mən belə deyək də Biz bir neçə dəfə eyni məkanda olmuşuq. Oradan bilirəm ki, mən sevirəm idmanların bütün növlərini və bu yaşıma kimi atçılıqdan tutmuş, daha yoqadan tutmuş hər bir şeylə məşğul olmuşam. Son nöqtəm hal-hazırda elə xanımlara da onu məsləhət vermək istəyirəm. Əgər gözəl formada qalmaq istəyirsə, əgər bundan öncə sual verdiniz 40 yaş üstüsüzsə, bilirsiniz ki, mənim də kifayət qədər yaşım var və 40 yaş üstüsüzsə maşallah heç göstərir. 35 yaş. Çox sağ olun, təşəkkür edirəm. Və əgər sizdə də 40 yaş üstüdürsə, o zaman nə idmanı məsləhət görürəm. Baxın, hardakı dartınma hərəkətləri var. Bax, dartınma özü də blokları açır. Bundan öncə dediyimiz kimi bloklar, toplantılar nədir? Bu bizim bədənimizdə olan energetik bloklarımızdır. Stretching, pilates, yoga, bunlar hamısı nə edir? Bizim bədənimizdə olan blokları açır və o qan dövranı bərpa olunur. Onun hesabına artıq fikirlər dəyişir və bədənimizdə hormonlar bərpa olur. Əgər istəyirsinizsə kortizol aşağı düşsün, çünki əsasən kilo problemi kortizoldan irəli gəlir. Kortizolu salmaq üçün yürüyüş. Bir də kontrast vannalar, isti soyuq vanna, bu ən gözəl bir səhər İcazə var buna. Əlbəttə, təbii ki, birdən-birə gedib soyuq suyun altında deyəməməkdə tədricən. Yavaş. Bəli, mən onu yayda başlayıram, qışa artıq öyrəşir və yürümək. Qaçmaq da yox. Çünki insan var ki, məsələn, özü bilmir, onun oynağında problem var, ayağında problem var, sümüklərində problem var. Xanım da bilmir, osteoporozu var, məsələn, menopauza. Asta templə yerimək. Bəli, templə yürüyüş eləmək, amma uzun müddətlik. 10 dəqiqə yox. Məsələn, uzun müddət, heç olmasa 1 saatdan çox bir adam yeriyə. Gündə. Bəli. Təbii ki, həmən yox. Yəni bu gün mən dedim, hamı gedib 1 saat gəzməsin. Tədricən mən hər zaman deyirəm, gəzə bilmirsən, yürüyə bilmirsən, gəz. Gəzə bilmirsən, əlvi hərəkət elə. Hərəkət eləyə bilmirsən, əlvi, hərəkət olsun, ayaqla. əsas hərəkət Heç nə də edə bilmirsən, o Yapon bir alimi demiş, gözlərimi hərəkət elətdir. Yəni doğrudan insan nə Hərəkətdə olur. Hərəkət. Sən ən azı gözünü hərəkət edirsən, deməli sağ, sol beyin kürələri başlayır işləməyə. Bunlar işləyirsə, deməli bədənlə də müəyyən dəyişiklik gedir. Bir də bizim Şafaq xanım şirniyyat bağlılığımız var. Şəkəri nə ilə əvəz eləsək daha yaxşı olar. Çünki hamımız mürəbbə ilə çay içməyi sevirik. Səidə xanım da, mən də. Nə bilim, tortları sevirik, meyvələri sevirik. Bax, nə ilə əvəz edirlər. Ümumiyyətlə, şirniyyat istəyi məndə də var. Əgər bir insan kiloludursa, məsələn 2 yaşından 4 yaşı mütəmadi bu kilo ilə mübarizə edirsə, ümumiyyətlə yağ toxumaları, bunlar bizdə olanda bizim müxtəlif növ yağ toxumaları var. Var ağ toxuma, var boz toxuma. Boz toxuma
toxuma o ən yaxşısıdır. Sonra yaş getdikcə bizdə ağ toxuma olur və bu toxuma heç yerə getmir. Yəni əgər bir dəfə o yaranıbsa, o bizim bədənimizdə heç olmasa bir çəkini biz 5-6 il mütəmadi saxlamalıyıq. Bu zamanı yalnız o yağ toxumalar xaric olurlar. Amma əks halda bir top olur, topu doldurursan, şarı doldurdun, boşaldır, doldurdun, boşalt. Amma şar heç yerə getmir, elə qalır eyni yerində. Ona görə mən hər zaman deyirəm, çəkini 10 kilo verin, amma onu uzun müddət saxlayın. Ən önəmli çəki vermək də onu saxlamaqdır. Və önəm deyil ki, bu dəqiqə 50 kilo çəki vermək. O qədər məsələn hal-hazırda tanınmışlar, arıqlayır. Mən başa düşürəm. Arıqlamaq olar, amma əsas onu mütəmadi uzun müddətli saxlamaq. Nə qədər müddətdən sonra bədən o çəkiyə öyrəşir? 3-5 il sən o çəkini mütəmadi saxlamalısan. Amma bu da uzun bir Bəli, bu uzun. müddətdir. Bəs ona görə də bir yola gedəndə, nəyə görə mən deyirəm, iynə dərman burada bir vasitə deyil. Çünki iynə sənə Həyat tərsinə etdin çevirirsən. və bunu etdin. Ştaxın iynələr necə təsir edir? Ştax ölür. Məsələn, dərman, çaydır, kofelərdir, onlar ştaxı kəsirlər və insan yemək istəmir sadəcə olaraq. Sən həyat tərzini dəyişməyənə kimi heç bir vasitə, heç bir həkim, heç bir iynə bunu aradan götürə bilməz. Şərt onda deyil ki, insan kilo verəndə formada olur. İnsan kilo verəndə özünə güvəni artır, özünə güvəni artanda həyatı dəyişir. Şəfaq xanım, amma o sualı deyəsən biraz açıq qaldı. Hə, Şəkəri şəkər. nə ilə əvəz edə bilərik? Tam səmimi deyim. Yeyirsiniz. Bax, bilirsiniz necədir? Gələk əsas məsələyə. Bilirsiniz necədir? Biz bir şeyi qeyd eləmək üçün mütləq yeməyə gedirik. Bizdə şəkərsiz, unsuz desertlərimiz var. Mən bunu nəyə görə etmişəm? Çünki özüm Bunlar şirniyyat zərərlidirmi? Bax, mənim üçün maraqlı odur. Məsələn, dietik şirniyyatlar. Şəkər yoxdur, un yoxdur. Yox, biri var o belə satışda olanlar. Mən onların tərkiblərinə 100% zamin ola bilmərəm. Zəmanət verə Bəli, amma hansın ki biz özümüz hazırlayırıq və onu mən özüm belə qidalanıram, onlara mən zəmanət verə bilərəm və insanın şirniyyat istəyi birinci növbədə insulin dirəncliyindən irəli gəlir. Mütləq şəkildə insulin və insulin dirəncliyi və sepsitləri yoxlasalar yaxşı olar. İkinci xrom defisitindən ola bilər. Xrom defisiti varsa təbii ki bu insan mütəmadi şirniyyat istəyir. Bu ikinci məqamdır. Üçüncü çink defisitindən irəli gələ bilər. Bu da şirniyyat istəyinə olur. Aşırı istədir. Eyni zamanda insanda stres varsa və bədənində serotonin, endorfin hormonları çatmırsa, bu da bağırsağın mikroflorasından irəli gəlir. Çünki əsasən serotonin və dopamin harda bağırsaqda başlayır sintez olur. Bu da bizim bağırsağımızda lakta və bifida bakteriyalar var. Onların nisbəti düzgün olmalıdır və şərti patogen floramız var. Onların da nisbi düzgün olmalıdır. Bu təbii ki bağırsaqdan irəli gəlir və insanlar əsasən nə? Onlarda bədəndə amin turşuları, məsələn triptofan kimi amin turşusu çatmamazlığı serotonin və dopaminin çatmamazlığına gətirib çıxardır və sintez olunmur. Yeni il gəlir, yəni Nə yeyək? Nə yeyək ki, yəni o heç olmasa kilolar almayaq. Yeyəndən sonra nə yeyək? Amma o da yeyəcək. Aha. Gəlin Yeyəndən sonra düzdür deyək, deyək, düzdür deyək. Hamı yeyir yeni ildə və yeni ildən sonra hamı ayın biri mənlə bulvarda yürüyüşə çıxır. Bu bir zarafat idi. Ənənədir yəqin. Bəli, mən hər il ayın biri mütləq şəkildə yürüyüşə çıxıram. Mən bu özümə də bir motivasiyadır. İnsanı özü istəməlidir. Çox sağ olun Şəfaq xanım. Gəldiyiniz Təşəkkür üçün, belə faydalı məsləhətlər verdiyiniz üçün. Təşəkkür edirəm Şəfaq xanım, var olasınız. Çox sağ olun. Zümrüd xanım, sizə təşəkkür edirəm. Siz mənim əzizimsiniz. Artıq illərcə sizlə çalışırıq, amma bu bir tərəfə siz gözəl bir insansınız. Səidə xanım özü də çox belə şarımlı, çox gözəl xanımdır. Sizə bu verilişimizdə bol-bol uğurlar arzu edirəm. Qoy hər zaman sizə baxan tamaşaçılar sizinlə bərabər şəfalarını tapsınlar. Önəm deyil ki, insanlar hamı həkimə getdilər. Bəli, düzgün seçim edə bilsinlər. Sizin maarifləndirici verilişimizin ən böyük üstünlüyü odur ki, siz insanlara kömək edirsiniz ki, hansı həkimlər seçsinlər və ola bilər ki, onun problemi tamamilə başqadır, amma başqa həkimə gedir. Amma siz burada onlara istiqamət verirsiniz ki, hansı həkimə müraciət etsin və sizə də təşəkkür edirəm. Qoy 2026-cı il bütün Azərbaycan xalqı üçün, ümumiyyətlə yer kürəsində yaşayan bütün insanlar üçün şəfalı, uğurlu, ruzili, bərəkətli və hər zaman sülh və əmin-əmanlıq olsun. Çox sağ olun. Amin. Çox sağ olun. Çox sağ olun, var olasınız. Bəli, beləliklə verilişimizin birinci hissəsi bitdi və doğrudan çox dəyərli məsləhətlər aldıq Şəfaq xanımdan. İnanıram ki, bunların hamısını nəzərə alacaqsınız. Elə biz Səidə xanımla bərabər nəzərə alacağıq. Biraz çətindir Zümrüd xanım. Düzdür, Şəfaq xanım çox faydalı məsləhətlər verdi. Biraz çətindir, amma çətin
olsa da ilk addımı atmalıyıq. Bəli. Atmalıyıq ki, bədənimiz artıq o xoşbəxtliyinə qovuşsun. Hansı çəkidə oluruqsa olaq, öz bədənimizi sevməliyik. Necə ki, Şafaq xanım dedi, bədəninizi sevin. Və bədənimizin xoşbəxtliyi üçün də ilk addımı elə özümüz atmalıyıq. Bəli, hal-hazırda isə bu aylar ərzində bizimlə bərabər olan dəyərli həkimlərimizin təbrikləri var. Düşünürəm ki, bir onları da dinləyək. Mütləq. Həkim nə deyir verilişinin ilk qonağı kimi bütün yaradıcı heyətə dərin minnətdarlığımı bildirirəm və fürsətdən istifadə edib dünya Azərbaycanlıların həmrəylik günü münasibəti ilə və yeni il münasibəti ilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. İlk öncə Həkim nə deyir verilişinin bütün təşkilatçılarına, bütün proyektin həyata keçməsində rolu olan dəyərli dostlarımıza uğurlar arzulayıram və fürsətdən istifadə edib qarşıdan gələn 31 dekabr Azərbaycanlıların həmrəylik günü münasibəti ilə və yeni təqvim ili münasibəti ilə bütün xalqımızı təbrik etmək istəyirəm. Sağ olun, sağlam olun. Sizi qarşıdan gələn 31 dekabr həmrəylik bayramı münasibəti ilə və yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizi təbrik etmə fürsətini bizə təqdim edən Həkim nə deyir verilişinin aparıcıları, hörmətli Zümrüd xanım və Səidə xanıma ayrıca təşəkkürümü bildirirəm. Və yenə də yeni ildə sizin xidmətinizdəyik. Öncəliklə Həkim nə deyir verilişinin dəvət üçün bütün verilişin kollektivinə və xüsusən də aparıcılar Səidə xanıma və Zümrüd xanıma səmimi qəlbdən təşəkkür edirəm. Veriliş boyunca göstərdikləri qonaqpərvərlik, peşəkarlıq və diqqət üçün hər birinə minnətdaram. Və fürsətdən istifadə edib qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə bütün Azərbaycanlılarımızı səmimi qəlbdən təbrik edirəm. Və stomatoloq olaraq sonda tövsiyəm odur ki, dişlərinizə vaxtında qulluq edəsiniz ki, təbəssümünüz hər zaman parlaq olsun. 2025-ci il mənim üçün böyük uğurların əsası olduğu kimi, eyni zamanda da Həkim nə deyir verilişinin qonağı oldum və bu verilişlə bağlı çox gözəl anlarım və çox gözəl təəssüratlarım var. Verilişə də öz adımdan elə buradanca təşəkkür etmək istəyirəm. İsti qucağınız, gözəl sözləriniz üçün. Və bunu da fürsət bilib, buradan bütün Azərbaycan xalqını, yeni il bayramını və eyni zamanda Dünya Azərbaycanlıların həmrəylik gününü təbrik edirəm. Neçə belə gözəl bayramları hamımız bir yerdə qeyd edək. Sağlam olun, sağ olun. Hər zaman öz sağlamlığınıza qarşı diqqətli olun. Sağlamlıq zamana baxmaz, sağlamlıq zamanı gözləməz. Özünüzü qoruyun. Mən Həkim nə deyir verilişində qonaq oldum. Bu veriliş mənim üçün böyük təcrübəm oldu. Autizm spektr pozuntusu, diqqət çatışmamazlığı, hiperaktivlik sindromu, nitq ləngiməsi və nitqin tamamilə olmaması ilə çoxlu məlumat verdim. Bu simptomlarla həkimə vaxtında müraciət edin. Çünki sağlam uşaq, sağlam gələcək, sağlam dünya deməkdir. Sizi 31 dekabr Dünya Azərbaycanlıların həmrəylik günü və yeni il münasibəti ilə təbrik edirəm. Həkim nə deyir verilişində çox böyük məmnuniyyətlə iştirak eləmişəm. Veriliş çox maraqlı keçdi. Bu cür yüksək səviyyəli təqdim olunmuş, hazırlanmış və aparıcıların da mövzuya hazırlaşmış şəkildə yanaşması çox az rast gəlinən bir haldır. Verilişə uzun ömürlü olmağı arzu edirəm. Daha çox peşəkar və qabiliyyətli həmkarlarımı ölkəmin vətəndaşlarına təqdim etməyi arzu eləyirəm. Əziz xanımlar, yeni iliniz təbrik eləyirəm. Yeni ildə ilk növbədə özünüzü düşünməyi arzu edirəm sizə. Çünki siz özünüzü düşünməsəz, nə bir ailə, nə bir cəmiyyət, nə də bir dövlət mümkün olacaq. Həkim nə deyir verilişinin izləyicisi və qonağı olaraq sizi və bütün izləyiciləri, kollektivimizi təbrik edirəm yeni il münasibəti ilə. Sizə arzulayıram sağlam bədən, sağlam görünüş və sizə bir tövsiyəm var. Həkim kimi əsas qoruyacağımız bizim xarici görünüşümüz deyil, daxili orqanizmimizdir. Ona görə orqanizmimizi qoruyun, özünüzə yaxşı baxın, bütün nemətlərdən istifadə etməyə tələsməyin. Çünki əsasən bizim vücudumuz deyil,
orqanizmimizdir. Özünüzə yaxşı baxın. Bütün heyəti təbrik edirəm. İşinizdə uğurlar. Düşünürəm ki, bizim xalqa sizin maarifləndirici verilişdə çox vacib lazımdır. Həkim nə deyir verilişinə məni dəvət etdikləri üçün böyük təşəkkürümü bildirirəm və bu veriliş vasitəsilə bütün Azərbaycan xalqına, dünya öz təbriklərimi çatdırmaq istəyirəm. Sizi yeni 2026-cı təqvim ili münasibətilə təbrik edirəm. Qoy yorğun və həyəcan dolu 2025 geridə qalsın. Üzümüzə gələn 2026-cı il bizə gözəl və sevincli günlər gətirsin. Qoy dünyada əmin-amanlıq hökm sürsün və heç vaxt kədərlənməyək. Azərbaycan xalqını, Azərbaycanlıların, dünya Azərbaycanlıların həmrəylik günü münasibətilə və yeni il münasibətilə təbrik edirəm. Öz gözəlliyinizə gözəllik qatın, biz də sizi gözləyirik. Həkim nə deyir verilişinə dəvət üçün minnətdarlığımı bildirirəm və fürsətdən istifadə edərək qarşıdan gələn bayramlar, yəni Dünya Azərbaycanlıların Həmrəylik Birliyi və yeni il münasibəti ilə bütün dinləyiciləri və bütün pasiyentləri salamlayıram və eyni vaxtda məsləhət görməyə demək istəyirəm ki, ürək insanın sol yumruğu boyda kiçik bir orqandır, amma onun bütün həyatı boyu dayanmadan fasiləsiz çalışır və bunu təmin etmək üçün, onun bu çalışmasını təmin etmək üçün onu qorumaq məsləhət görülür və bundan ötürü vaxtı-vaxtında müayinələrdən keçin və həkim məsləhətlərinə ciddi əməl edin. Həkim nə deyir verilişində qonaq oldum və bu cür maarifləndirici verilişlərimizin çox olmağını istərdim. Doğrudan da sağlamlığımızın qeydinə qalmaq üçün düzgün maariflənmək çox vacibdir. Həkim nə deyir verilişi həqiqətən də düzgün maarifləndirmə işi aparan bir verilişdir. Yeni 2026-cı ildə bu verilişin ərsəyə gəlməsində əməyə keçən hər kəsə yeni uğurlar arzu edirəm və bütün izləyiciləri də yeni il münasibətilə, 2026-cı il münasibətilə və dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik edirəm. Hər kəsə can sağlığı və işlərində uğurlar arzu edirəm. Həkim nə deyir verilişi mənim həyatımda ilk televiziya təcrübəsi olmuşdur. Əslində çox narahat idim, çox həyəcanlı idim. Mən düşünürəm ki, mənim də verilişdə çıxışım bir faydalı oldu. Hər birinizi Dünya Azərbaycanlıların Həmrəylik və Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Hər kəsə möhkəm can sağlığı, uğurlar, ən əsası sülh və firavan həyat arzu edirəm. Amma bayram günlərində də ürəyimizi unutmuruq. Artıq 365 günlük yeni hekayəmiz başlayır. Bu minvalla bütün Azərbaycanlıların və dünya Azərbaycanlılarının həm həmrəylik gününü, həm də yeni ilini təbrik edirəm. 2025-ci il bizim üçün acısı ilə, kədəri ilə, sevinci ilə geridə qaldı. Həkim nə deyir verilişinin bütün əməkdaşlarına dərin təşəkkürlərimi bildirirəm və bu verilişin 2026 daha böyük uğurlara yüksəlməsini arzu edirəm. Xalqımıza, millətimizə, hər kəsə sağlamlıq arzulayıram. Bir daha hər kəsin yeni ilini təbrik edirəm. Sağ olun. Həkim nə deyir verilişində iştirak etdim və bu veriliş əhalimiz üçün çox əhəmiyyətli olduğunu özüm üçün aşkar etdim. Çünki bu veriliş müddətində mənim sahəm olan endokrinologiya ilə bağlı ən vacib məqamlara toxunuldu. Qarşıdan gələn yeni il münasibəti ilə bütün dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə sizləri təbrik edirəm və ən önəmli dəyər olan can sağlığı diləyirəm. Can sağlığınız yerində olsun, əzizlərinizlə, sevdiklərinizlə gözəl bir il keçirəsiniz. Əziz tamaşaçılar, ümid edirik ki, bugün sizin üçün faydalı olduq. Əziz xanımlarımız, özünüzü sevin, özünüzə sahib çıxın, çəkiniz necə olur olsun. Əsas odur ki, siz özünüzü xoşbəxt hiss eləyəsiniz. Yeni ildə, 2026-cı ildə sizə xoşbəxtlik və yenə də xoşbəxtlik arzulayırıq. Əziz tamaşaçılarımız, sizinlə sağollaşırıq. İnşallah yeni ildə sizinlə yenidən bərabər olacaq. 2026-cı il sizə uğur və ən əsası can sağlığı gətirsin. Sağ olun.
Kraton Klinik sağlamlığınızın qeydinə qalır. Klinikada kişi, qadın və uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Gözəlliyinizin də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahi şöbələri də mövcuddur. Klinikanın reabilitasiya şöbəsində manual terapevt, fizioterapevt və reabilitoloqlar fəaliyyət göstərir. Mərkəzimiz peşəkar tibbi personel ilə yanaşı ən müasir cihazlarla da təmin olunmuşdur. Burada çalışan peşəkar mütəxəssislər, endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, diyetoloq və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaforez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız olacaq. Klinika estetik cərrahiyyə, ginekologiya və andrologiyada istifadə olunan son model cihazlarla təmin olunmuşdur. Kraton Klinik sağlamlığınız uğur hekayəmizdir.